Bu dərsimizdə funksiyalarla tanış olacaq. JavaScript-də function, yəni funksiya, müəyyən işi yerinə yetirən və istədiyimiz qədər təkrar istifadə edə biləcəyimiz bir kod blokudur. Yəni, funksiya nə üçündür deyə sual versək, funksiyalar bizə imkan verir ki, kod təkrarını azaldaq, kodu daha səliqəli və oxunaqlı hala salaq, eyni işi bir neçə dəfə rahat istifadə edək. İndi gəlin VS Code'da funksiyanı yazmağa çalışaq. İlk olaraq funksiyanın açar sözünü yazıram, function deyə və daha sonra funksiyaya bir ad verirəm. Misal, salamla. Və mötərizələri əlavə edirəm bu şəkildə. Daha sonra funksiyanın bodysini qururam. Dırnaqlı mötərizələri açıram və burada konsola salam yazısını yazıram. Və hal-hazırda funksiyamız bu şəkildədir. Və mən konsola bu salam yazısını yazdırmaq istəsəm, gəlirəm burada funksiyanı çağırıram. Funksiyanı da salamla mötərizə qoyaraq, baxın bu şəkildə funksiyamızı çağırmış oluram. Və konsola baxdığım zaman salam yazısını görmüş olacağam. Bu funksiyanın sadə funksiya nümunəsidir. İndi isə gəlin funksiyada parametr və arqument anlayışına da nəzər salaq. Mən misal funksiyanın içərisində hər hansısa bir dəyişkən yazmaq istəsəm, yəni funksiyaya bir dəyişkən əlavə etmək istəsəm, misal gəlirəm burada RNR TV yazıram və bu RNR TV yazısını funksiyanın içərisində yazdırmaq istəsəm, bura gəlirəm özümdən hər hansısa bir ad əlavə edirəm. Misal ad yazıram bura və plus işarəsini qoyaraq adı bu şəkildə yazıram. Və baxdığım zaman konsola bunu bir boşluq qoyuram və baxdığım zaman salam RNR TV yazısını bu şəkildə görmüş olacağam. Burada funksiyanın içərisində özümüzdən hər hansısa bir ad vermişik. Buna parametr deyilir. Bizim funksiyaya verəcəyimiz dəyişkən adı isə arqument adlanır. Yəni dəyişkən adı dediyim dəyər isə arqument adlanır. Bu da funksiyada parametr və arqument anlayışlarıdır. Və funksiyanın ən vacib mövzularından biri return açar kəlməsidir. Funksiyada nəticə qaytarmaq üçün return açar kəlməsindən istifadə edilir. Mən indi misal bunu konsola yazaraq bu şəkildə konsolda görmüş olam. Əgər mən funksiyanı, daha doğrusu funksiyadan gələn dəyəri bir dəyişkənə əlavə etmək istəsəm, gəlirəm burada return açar kəlməsini yazıram və adı bu şəkildə göndərmiş olam. Və bura nöqtə vergülümüzlə əlavə edək. Daha sonra funksiyanı bir dəyişkənə əlavə edirəm. Tutalım ki, let name olsun, bərabərdir username olsun daha doğrusu. Username yazıram və bərabər edirəm funksiyanın özünə. Daha sonra konsolda username'i yazdığım zaman baxın RNR TV yazısını artıq görmüş olacam. Yəni mən funksiyanı return açar kəlməsindən istifadə edərək geriyə bir dəyər göndərməyini istədim və bu funksiyanı bir dəyişkənə əlavə edərək konsolda baxın bu şəkildə yazmış oldum. Və yaxud da ki, toplama işləmini həyata keçirsək, tutalım ki, toplama yazıram bura və A virgül B dəyərlərini bura yazıram. Daha sonra A plus B, yəni dəyərləri toplamış olacağım və həmin bu dəyərləri burada toplama A dəyərini mən 5 verirəm, B dəyərini 10 verirəm və burada əməliyyat yazım və əməliyyat sözünü konsola yazdığım zaman baxın 15 dəyərini mən bu şəkildə almış olacağam. Return açar kəlməsi də bu şəkildədir. İndi isə funksiyalarda, yəni funksiyaların tipləri ilə gəlin tanış olaq. Mən
Baxın, sadəcə funksiya extensionların köməyi ilə bu şəkildə istifadə edirəm. Misal test yazıram bura və parametrsiz əlavə edirəm. Konsola salam yazısı yazıram. Və eyni qaydada yenə funksiya yazmış olam, amma bunu bir dəyişkənə əlavə edirəm. Misal const açar kəlməsindən istifadə edirəm. Bura test yazıram və funksiyamızı sadəcə adsız yazmış olam. Yəni bu şəkildə. Baxın, ad əlavə etmədən bu şəkildə yazdım və dırnaqlı mütərizəni əlavə edirəm. Konsola salam 2 yazıram. İndi baxın, mən burada bu şəkildə yazdığım zaman bu declaration function adlanır və burada əsas vacib məqam ondan ibarətdir ki, hər hansısa bir dəyişkənə əlavə etmədiyim zaman funksiyanı baxın yuxarıda çağıra da bilərəm. Və bura nöqtəli vergülü əlavə edirəm. Daha sonra bunu da yoruma alıram ki, xəta verməsin. Baxın, bu şəkildə yazdığım zaman konsolda salam yazısını görmüş olacağım. Çünki bu şəkildə yazılış tərzi funksiyanın declaration tipi adlanır. Yəni mən funksiyanı hər hansısa bir dəyişkənə əlavə etmədən kodun yuxarısında da, yəni funksiyanın yuxarısında da bu metodu çağıra bilmiş oluram. Ancaq mən gəlin bunu bir dəyişkənə əlavə edək. Baxın, bu şəkildə və konsolda test funksiyasını çağırmış olar. Baxın, bu şəkildə yazdığım zaman bizə error xətası vermiş olacaqdır. Errorda da referans error tipində bir xəta gəlmiş oldu. Bu da onu göstərir ki, funksiyanı bir dəyişkənə əlavə edib funksiyanın yuxarısında bu metodu çağıra bilmərik. Bu şəkildə xəta almış ola biləcəyik. Bu da funksiyanın expression tipi adlanır. Ümumiyyətlə, kod yazdığımız zaman çalışmaq lazımdır ki, kodları səliqəli halda birinci yazaq. İkinci də yuxarıdan aşağıya doğru sıralama ilə, yəni sıralamalı şəkildə kodu yazmış olaq. İndi funksiyada scope anlayışı ilə də gəlin tanış olaq. Bu scope anlayışını biz keçmiş dərslərimizdə görmüşdük. Misal, mən gəlirəm burada let a bərabərdir 5 yazıram. Nöqtəli vergül qoyuram və bu 5-i konsolda bu şəkildə yazmaq istəsəm, baxın, error xətası vermiş olacağım. Yəni A adında bir dəyişkən tanımlanmayıb. Misal, mən gəlib burada həmin bu A dəyərini yazdırıram və funksiyamızı çağırıram və 5 dəyəri konsolda gəlmiş olacaqdır. Scope anlayışı da bu şəkildədir. Yəni funksiya içərisində yazdığımız hər hansısa bir dəyişkəni funksiyadan qıraqda konsolda ifadə edə bilmərik. Sadəcə konsolda deyil, ümumiyyətlə hər hansısa bir dəyişkənə belə bərabər edə bilmərik. Ancaq gəlib funksiyanın içərisində həmin bu dəyişkəni konsolda bu şəkildə yazmış ola bilərik və yaxud da ki, bu dəyişkəni tutalım ki, B-yə də əlavə edə bilərik və konsola B yazdığım zaman yenə 5 dəyərini görmüş ola biləcəyik. İndi funksiyaya default parametr necə verə bilərik? Gəlin buna baxaq. Misal, funksiya yenə eyni qaydada salamla adında bir funksiyamız olsun və buna bir parametr verirəm. Ad yazıram bura və dırnaqlı mütərizəni əlavə edirəm. Bunun biri artıqdır. Dırnaqlı mütərizəni əlavə edirəm və konsola ad yazısını yazmış olam. Gəlirəm burada funksiyamızı çağırıram. İndi bu şəkildə yazdığım zaman argumentsiz parametri yazmışıq bura.
Argumenti də yazmaq istəsəm, default olaraq gəlirəm bunu RNR TV-yə bərabər edirəm və konsola baxdığım zaman RNR TV yazısında bu şəkildə görmüş ola biləcəm. Və funksiyada REST operatorları necə istifadə olunur? Gəlin buna baxaq. Misal, toplama yazıram bura və nöqtə ədədlər adında bir parametr yazmış olam və konsola həmin bu ədədləri yazmış olam. Daha sonra funksiyanı çağırdığımız yerdə mötərizənin içərisinə rəqəmləri əlavə edirəm. Yəni arqumentləri əlavə edirəm. 1, 2 və 3 dəyərlərini bura yazıram və baxdığım zaman nə oldu? Salamla is not defined. Üzr istəyirəm. Toplama funksiyasını çağırıram və baxdığım zaman massiv içərisində dəyərlər bu şəkildə düzülmüş olacaqdır. İndi mən bunu map metodundan istifadə edərək açsam, tutalım ki, let value bərabərdir ədədlər nöqtə map metodundan istifadə edirəm və bura bir funksiya əlavə edirəm. Funksiya açısı olacaqdır. Bunun keyini bu şəkildə, yəni dəyərlərini bu şəkildə adlandırıram və geriyə keyləri göndərmiş olsun. Daha sonra funksiyadan dönən dəyərləri isə return value deyərək yazıram. Və tutalım ki, toplamanı da bir dəyişkənə əlavə edək. Value 1 yazıram və konsola value 1-i bu şəkildə əlavə edirəm. Və baxdığım zaman, baxın, geriyə yenə eyni qaydada massiv içərisindəki dəyərləri bu şəkildə görmüş olacam. Yəni mən bunları ayırmaq istədim, ancaq belə deyək, map metodu ilə yeni bir massiv içərisində yenidən həmin bu dəyərləri massiv içərisinə əlavə etmiş oldu. Yəni mən console.log-u map metodu içərisində bu şəkildə yazsaydım, baxın, map metodu içərisində dəyərlərimi bu şəkildə düzmüş olacaqdır, yəni yazmış olacaqdır. Ancaq geriyə göndərdiyim həmin bu dəyər yeni bir massiv yaradaraq, yəni map metodu yeni bir massiv yaradaraq, massiv içərisinə dəyərləri yenidən bu şəkildə əlavə etmiş olacaqdır. Ancaq bizim bir də for each metodumuz vardır. Mən array metodlarını keçdiyim zaman bu metodu keçməmişdim. Buna da ədədlər nöqtə for each yazıram. Və for each metodunun fərqi ondan ibarətdir ki, geriyə hər hansısa bir dəyər göndərmir. Bunu buradan silirəm. Və eyni qaydada for each metodu ilə yazılmış funksiyanı hər hansısa bir dəyişkənə əlavə etmək olmur. İndi mən baxın bu şəkildə yazdım və bunu da silirəm. Və konsola baxdığım zaman baxın, ayrı-ayrı dəyərlər ayrı-ayrı massiv içərisindən götürülərək string formatında bu şəkildə gəlmiş olacaqdır. Yəni for each metodu ilə map metodu arasındakı fərq də bundan ibarətdir. Və bir də return açar kəlməsinin bir özəlliyi daha var. Bu da tutalım ki, function əməliyyat yazıram. Və əməliyyat funksiyanına bir 5 əlavə edirəm. Bura value yazıram və daha sonra konsola, daha doğrusu return yazaraq return value-nu əlavə edirəm. Və alt sətirdə baxın, console.log yazdığım zaman həmin bu value-nu oxutmaq istəyirəm. Baxın, yazı bulanıq şəklində gəldi. Burada nöqtə olmalıdır. Baxın, burada
yazımız bulanıq şəklində gəldi. Və burada return funksiyanı sonlandırmış oldu və return'dən sonra kod işlənməz vəziyyətdə oldu. Bu return açar kəlməsində ən vacib məqamlarından biri idi. Daha sonra callback metodumuz vardır ki, yəni callback function metodları vardır ki, bu da funksiya içərisində başqa funksiyanı çağırmaqdır. Bunu əyani olaraq bu şəkildə izah edim. Tutalım ki, function salamla yazıram və bir ad və bir də callback funksiyamızı yazmış olalım. Bu callback deyil də tutalım ki, C də yaza bilərik, amma tam oxunaq bir vəziyyətdə olsun deyə callback yazıram və daha sonra dırnaqlı mötərizəni açaraq konsola salam boşluq qoyuram və üzərinə adı əlavə edirəm. Və daha sonra callback metodumuzu bu şəkildə çağırıram. Və alt sətirdən, yəni funksiyanın altından bir dənə də funksiya əlavə edirəm. Bu funksiyamızın adı bitdi deyə bir funksiyamız olsun və parametr qəbul etməsin və konsola bitdi yazaq, string formatında olsun və daha sonra salamla metodunu çağıraraq bura RNR TV və bitdi funksiyamızı baxın bu şəkildə çağırmış olduq. Yəni funksiya içərisində funksiyanı biz çağırdıq və salam RNR TV və bitdi yazısını da bu şəkildə görmüş olacaq. Daha sonra adsız funksiya, yəni anonymous function vardır ki, bunu da map metodunda görmüşdük. Belə izah edim. Tutalım ki, set timeout'dan istifadə edirəm və funksiyamızı yazıram. Function deyə yazıram və funksiyamıza baxın, hər hansısa bir ad vermirəm. Parametrdə lazım deyil, set timeout'da və dırnaqlı mötərizəni yazaraq, daha doğrusu yazılıb dırnaqlı mötərizə və bura console.log 3 saniyə sonra yazıram və daha sonra set timeout'da saniyəmizi 3000 deyə qeyd edirəm və baxıram konsolda nə oldu? Bir daha yenileyim. Aha. Baxın 3 saniyə sonra yazımız, yəni string dəyərimiz bu şəkildə gəlmiş olacaqdır. Yəni mən hər hansısa funksiyaya hər hansısa bir ad vermədən bu şəkildə adsız şəkildə funksiyanı yazmış oldum. Bunu map metodunda da bu şəkildə görmüşdük. Misal map function deyə yazırdıq və belə bu şəkildə keylərimizi və yaxud da ki valuelarımızı qeyd etmiş olurduq. Daha sonra immediately invoked function expression metodu vardır ki, bu da funksiya öz-özünü çağırmış olur. Yəni mən bir mötərizə əlavə edirəm, adi bir mötərizə. Daha sonra funksiyamızı yazıram. Funksiyamızın yenə adı olmayacaq. Parametr də lazım deyil. Daha sonra konsola öz-özünə çalışdı. Və bura adi bir mötərizəni əlavə edirəm. Və baxın, öz-özünə çalışdı yazımız gəlmiş oldu. Yəni mən hər hansısa bir funksiyaya ad vermədən bu şəkildə də çağırmış olam, dərhal çağırmış olam. Misal mən ad yazsam, salam yazıram və salam yazımızı bu şəkildə əlavə edirəm. Baxın, error vermiş olacaqdır
Çünki sintaksiz, yəni yazılış baxımından səhvə yol vermiş oldum. Ona görə də bunu bu şəkildə yazmaq lazımdır. Mən əgər parametr yazsam, tutalım ki, ad yazıram. Öz-özünə çalışdı. Plus ad yazıram və RNR TV yazısını buraya əlavə edirəm. Baxdığım zaman öz-özünə çalışdı, RNR TV yazısı gəlmiş olacaqdır. Və higher order function və closer function vardır ki, bu da müsabiqələrdə daha çox soruşulan metodlardan, belə deyim, biridir. Yəni bunlar arasındakı fərq nədir? Gəlin bunu görmüş olaq. Bunu silirəm. İlk olaraq higher order function nədir? Bunu görmüş olaq. Higher order function funksiyanı parametr kimi alır və ya funksiyanı parametr kimi qaytarmış olur. Buna misal olaraq tutalım ki, function yazıram. Funksiyamız operator yaratmaq olsun. Function operator yarat və bura mən funksiyamızı çağırmış oldum. Callback yazaraq. Və daha sonra geriyə funksiya göndərmiş olam. A vergül B şəklində yazıram. Və dırnaqlı mötərizə açaraq yenidən geriyə return callback yazıb A və B dəyərlərimi bu şəkildə göndərmiş olam. Və daha sonra bunu düzgün yazaq, return. Və daha sonra ilk funksiyamız tutalım ki, function toplu olsun. Və bura A vergül B yazıram. Və geriyə A plus B yazıram. Yenə eyni qaydada çıxma əməliyyatında bu şəkildə yazıram. Və daha sonra nöqtə vergüllərimizdə qoymuş olaq. Və daha sonra bir dəyişkən yazıram. Tutalım ki, const toplama deyə bir dəyişkən yazıram. Və bura operator yarat funksiyamızı çağırıram. Və daha sonra topla funksiyamızı da bu şəkildə çağırmış olam. Və gəlib burada konsola toplama mötərizə açaraq dəyərlərimi yazmış olsam, tutalım ki 10 və 5 dəyərlərimi yazıram. Baxın, toplama yazdığım zaman 15 dəyərini almış oldum. Burada proses necə getdi? İlk olaraq bir funksiya yazmış oldum. Daha sonra bu funksiyanın içərisindən bir funksiya çağıracağımı parametr olaraq bu şəkildə yazmış oldum. Daha sonra geriyə yenidən funksiya yazmış oldum və bu funksiya da geriyə bu dəyərləri göndərmiş olacağını bu şəkildə belə deyim göstərdim. Yəni mən hal-hazırda callback funksiyam ya toplama olacaq, ya çıxma əməliyyatı olacaq. Tutalım ki, toplama əməliyyatını yazdım bura. Bu hal-hazırda topla A vergül B şəklində olacaq. Və baxın burada parametrlərimi yazmış oldum və geriyə bir funksiya göndərəcəyi üçün mən bunu bir dəyişkənə əlavə etdim. Və bu dəyişkəni bu şəkildə yazdım və mötərizə içərisinə dəyərlərimi A və B dəyərlərimi yazmış oldum. Və bunu da yazdığım zaman geriyə artıq bu funksiyanı, yəni callback funksiyanın içərisindəki toplama əməliyyatını yerinə yetirmiş olacaqdır. Mən misal bura sıxma da yazsam, baxın 5 dəyərini vermiş olacaqdır. Bu da higher order function'ın parametr alma və yaxud yəni funksiyanın bir parametr rolunu oynaması və parametr kimi geriyə bir dəyər qaytarmasını bu şəkildə görmüş olduq. Yəqin ki, bunu başa düşdük.
Bəs closer function nə işə yarayır? Bunu silirəm. Closer o deməkdir ki, yəni funksiya öz yarandığı müddətdəki, yəni skopdakı dəyişənləri yadda saxlayır. Yəni funksiya bitdi, ancaq içindəki dəyişənlər itməz oldu. Buna aid bir örnək göstərim. Yenə funksiya yazıram. Funksiyamızın adı sayğac olsun. Və dırnaqlı mötərizənin içərisinə bir dəyişən əlavə edirəm. Misal count olsun. İlk olaraq 0-a bərabər edək. Daha sonra return function bir funksiya göndərəcək. Bunun adı olmayacaq. Və dırnaqlı mötərizəni açaraq count'u bir vahid artırıram. Və nöqtə vergülümüzü qoyuram konsola. Count'u bu şəkildə yazıram. Və daha sonra const artır deyə bir dəyişən əlavə edirəm və sayğac metodumu bu şəkildə yazmış olam. Və artır yazdığım zaman baxın 0 bir vahid artmış olacaq. Mən bir daha artır funksiyasını yazsam, baxın ikinci dəfə artdı və 2 dəyərini bura yazmış oldu. Yəni funksiya içərisindəki, yəni skop içərisindəki verdiyimiz dəyişən funksiyanı çağırdığımız zaman artmış olacaqdır. Yəni yaddaşda saxlamış olacaqdır və bu şəkildə bir vahid artacaqdır. Bu da closer metodunun ən önəmli məqamlarından biridir. Və son olaraq arrow funksiyonlarla gəlin tanış olaq. Bunu buradan silirəm. Bu funksiyanı, yəni arrow funksiyonu biz ən çox array metodlarında görmüş olurduq. İndi necə yazılır? Gəlin onu görmüş olaq. İlk olaraq sadə funksiyamızı bu şəkildə yazıram. Misal function salam yazıram. Və parametre olaraq ad əlavə edirəm. Və konsola adı bu şəkildə yazıram. Və funksiyamızı salam yazaraq bu şəkildə çağırırdıq. Və nə oldu? Burada bir mötərizəni əlavə etmədik. Və konsola baxdığımız zaman referans adı ad olaraq RNR-TV yazıram. Və konsola baxdığımız zaman baxın RNR-TV yazısını RNR-TV necə oldu? RNR-TV yazısını bu şəkildə görmüş oldum. Ancaq bunu arrow funksiyonu ilə daha sadə necə yazmaq olar? Bunu görmüş olaq. Gəlirəm burada const salam yazıram. Bunu yorma alaq. Const salam yazıram və bərabər edirəm parametre. Yəni mötərizənin içində yazdığımız parametre. Tutalım ki, ada bərabər eləyirəm. Bunu mötərizə içərisində bu şəkildə yazırıq. Ancaq mötərizəsiz də bunu yazmaq olar ki, onu da izah edəcəm. Və daha sonra ox işarəsi ilə dırnaqlı mötərizəni açırıq və konsola adı bu şəkildə əlavə edirik. Və yenə eyni qaydada salam RNR-TV yazdığım zaman yenə RNR-TV yazısını konsolda görmüş olacağım. İndi arrow funksiyonun özəlliyi bundan ibarətdir ki, arrow function daha sadə və qısa yazmış olur. Misal, mən bir parametr əlavə edirəmsə, bunu mötərizəsiz də yaza bilərəm. Funksiya içərisində bir kod varsa, bu dırnaqlı mötərizəni də bu şəkildə silirəm və geriyə baxın bu şəkildə təmiz bir metod görmüş olacaq. Və yenə eyni qaydada konsolda RNR-TV yazısını görmüş olacaq.
Əgər mən 2 parametr əlavə etsəm, misal ad və soyad yazıram və konsola adı da və soyadı da bu şəkildə əlavə edirəm və daha sonra soyadı tutalım ki, Vəliyev şəklində yazıram və NRTV Vəliyev şəklində gəlmiş oldu. Mən dırnaqlı mötərizəni nə zaman istifadə edə bilərəm? Gəlirəm burada, tutalım ki, let A bərabərdir 5, let B bərabərdir 10 yazıram və konsola tutalım ki, ad vergül A-nı əlavə edirəm, sonra soyad vergül B-ni əlavə edirəm. Baxın, bu şəkildə əgər birdən çox kodlarımız varsa, o zaman dırnaqlı mötərizədən istifadə edəcəm. Baxın, dırnaqlı mötərizəni sildiyim zaman artıq VS Code bizə erroru göstərmiş olacaqdır. Əgər mən geriyə bir dəyər göndərmək istəsəm arrow function ilə, yəni return açar kəlməsindən istifadə etsəm, onu da bu şəkildə yazacağam. Return ad plus bir boşluq qoyuram və üzərinə soyadı əlavə edirəm və bunu bir dəyişənə əlavə edərək və konsolda value-nu bu şəkildə yazıram və konsola baxdığım zaman baxın, NRTV Vəliyev yazısını görmüş olacağım və yaxud da ki bir kod olduğuna görə dırnaqları buradan silirəm, hətta return yazısını da buradan silirəm və baxın, bu şəkildə də yazdığım zaman NRTV Vəliyev şəklində gəlmiş oldu. Yəni həm dırnaqlı mötərizəni silərək, həm return açar sözünü silərək bu şəkildə arrow funksionu çox sadə və oxunaqlı kod halında görmüş olacaq. Bu dərsdə də funksiyalar mövzusunu öyrənmiş olduq. Funksiyalar haqqında deyəcəklərim bu qədər. Gələn dərslərimiz daha maraqlı keçəcək. Artıq gələn dərslərdən 1-2 dərs sonra səhifənin üzərində artıq işləmləri həyata keçirəcəyik. Class məntiqinə də demək olar ki, artıq yaxınlaşırıq. Bu funksiya metodlarının dərinləməsinə öyrəndikcə, class bizə daha rahat və daha aydın gəlmiş olacaqdır. Bu dərsə daha diqqətlə qulaq asaraq öz kompüterinizdə yazmağı tövsiyə edirəm. Çünki qəliz bir mövzudur. İlk başlayanlar üçün daha qəlizdir bu mövzu. Ona görə də çalışın öz kompüterinizdə yazaraq nə demək istədiyimi kompüterdə də anlamağa çalışın. Bu dərsimizdən də bu qədər. Gələn növbəti dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.